11-ci suala baxaq. Deyir, yeni gələn uşaq bağçaya yoğunlaşa bilmir. Daima ağlayır və digər uşaqlarla təmasa girmir. Valideyn isə uşağın tez öyrəşməsi üçün müəllimin daha sərt olmasını tələb edir. Müəllim nə etməlidir? Valideynin tələbinə uyğun olaraq uşaqla sərt rəftar etməlidir ki, ağlamağı kəssin. Təbii ki, A variantı səhv cavab olar. Sərt rəftar etmək doğru deyil. Uşaq psixologiyasını poza bilər. Qorxa bilər uşaq. B variantını saxladıq. C variantı uşağı ağladığı müddətcə qrupdan kənarı bir otaqda tək saxlamaq. Tək saxlamaq uşaqda tərk edilmə qorxusu yarada bilər. Bu da doğru olmaz. Uşağın separasiya həyəcanını artırar. Valideynə uşağın bağçaya hazır olmadığını deyib onu geri göndərmək. Bu da geri göndərmək də doğru olmaz. Bu problemdən qaçmaqdır. Müəllimin vəzifəsi isə problemdən qaçmaq deyil. Digər uşaqlarla, ağlayan uşaqla oynamamağı tapşırmaq. Oynamamaq səhvdir. Yəni uşağın sosial təcrid etməkdir bu. Bu da doğru olmaz. Doğru cavab B variantıdır. Yəni uşağın fərdi inkişaf xüsusiyyətlərini və adaptasiya dövrünün həssaslığını valideyn izah etməlidir. Uşaqda bağçaya qarşı güvəni hiss yaratmaq üçün tədrici alışma planı hazırlanmalıdır. Bu doğru olar. Yəni bağçaya yeni gələn uşaq üçün bu həyatda ilk böyük sosial dəyişiklikdir. Həmin bu müddət. Bu dövrdə sərtlik uşaqda bağçaya qarşı ömürlük qorxu və nifrət yarada bilər. Və müəllim valideynə başa salmalıdır ki, uşağın ağlaması bir müdafiə reaksiyasıdır və sərtlik bu vəziyyəti daha da pisləşdirəcək və uşağın bağçada qalma müddətini az-az artırmaq. Məsələn, əvvəl 1 saat, sonra 2 saat qala bilər bağçada, beləcə adaptasiya ola bilər. Və uşaq hiss etməlidir ki, bağça təhlükəsizdir və maraqlı bir yerdir. 11-də doğru cavab variantımız olacaq B variantı. 12-yə baxaq. 12-də deyir ki, tədris prosesi üçün seçilən metodlar müxtəlif amillərdən asılı olması nə deməkdir? Deməli, burada da metodlar yalnız müəllimin şəxsi zövqündən asılıdır. Bu səhvdir. Müəllim yox, uşağın marağından da asılı ola bilər. Ona görə A variantı səhvdir. Müəllimin zövqü fikri səhvdir, düzgün olmaz. C variantında yazıb ki, bütün məşğələlərdə yalnız eyni metoddan istifadə etmək doğru olmaz. Əgər biz eyni metoddan istifadə ediriksə, bu darıxdırıcı olacaq. D variantı metodların seçilməsi təlim nəticəsinə təsir etmir. Bu səhvdir. Düzgün seçilməyən metod dərsin məqsədinin çatmamasına səbəb olur. Y variantı metodlar yalnız valideynlərin tələbinə əsasən seçilməlidir. Bu da valideynin tələbi də doğru olmaz. Doğru cavab variantı B variantıdır. Metodlar uşaqların sayına görə, məşğələnin məqsədinə görə və bağçada maddi-texniki bazasından asılı olaraq dəyişə bilər. Məsəl üçün, görürük ki, uşaqların sayı çoxdur, biz qruplarla işdən istifadə edirik. Uşağın sayı azdır, fərdi işdən istifadə edirik. Və yaxud da maddi-texniki bazı. Əgər bağçada proyektor varsa, biz metodlarımızı dəyişirik. Daha geniş həyəti varsa, metodlarımızı zənginləşdiririk, texnikalardan istifadə edirik və s. Yəni, metodlar əsasən bunlardan asılı ola bilər. Doğru cavab 12-də olacaq B. 13-ə baxaq. 13-cü sualda deyir ki, müəllim uşağın səhvini düzəltmək üçün deyir ki, bu rəqəmi tərsinə yazmısan, xəttə aşağıdan yuxarıya doğru çəksən, daha düzgün alınar. Bu hansı xüsusiyyət ilə keçilir? Bu necə rəydir? Deməli, burada emosional rəydə fikri səhvdir. Emosional rəy uşağın emosiyasına vurğulanır. Uşaq ağlayırsa, buna əsasən müəyyən olunur. Şəxsiyyətinə yönəlmiş rəydir, səhvdir. Burada cavab konstruktiv rəydir, yəni müsbət rəy. Konstruktiv rəy budur, müsbət rəy. Destruktiv rəy isə mənfi rəydir. Deməli, burada müsbət rəydir. Bu rəqəmi tərsinə yazmısan, xəttə aşağıdan yuxarıya doğru çəksəm, daha düzgün alınar. Bu rəy hansı xüsusiyyətlə seçilir? Burada cavab konstruktiv rəydir, yəni müsbət xüsusiyyəti var. Deməli, ümumi olaraq emosional rəy uşağın emosiyasına aiddir. Məsəl üçün, afərin, çox gözəl, heyf ki, bacarmadın kimi hisslərə əsaslanır. Şəxsiyyətə yönəlmiş rəy, sən çox diqqətsizsən, sən dahisən, artıq bu şəxsiyyətinə yönəlir. Subyektiv rəy müəllimin şəxsi zövqünə və ya hisslərinə əsaslanır. Məsəl üçün, mən bu rəngi sevirəm, sevmirəm, bu kimi rəydir. Müqayisəli rəy isə uşağın başqa biri ilə müqayisəsi. Bax, Əli səndən daha düzgün yazır. Amma burada da elə deyil. Burada cavab olacaq konstruktiv rəy, yəni düzgün rəy, müsbət rəy. Səhvin müəyyən edilməsidir. Bu rəqəmi tərsinə yazmısan, artıq burada səhv müəyyən olunur. Sonra həll yol göstərilir. Xətti aşağıdan yuxarıya doğru çəksən daha düzgün alınar.
Bu konstruktiv rəy və düzgün rəydir. Doğru cavab olacaq 13-də C. 14-də müəssisə rəhbərliyi bildirir ki, biz uşağın əlilliyini aradan qaldıra bilmərik, lakin onun təhsil alması üçün bağçadakı fiziki və metodik maneələr yox etməliyik. Təbii ki, bu iki yanaşma var. Əsasən tibbi model və sosial model. Tibbi model mənfilər idi. Məsələn, uşaq burada təhsil ala bilməz. Bu tibbi modeldir. Sosial model isə müsbətdir. Yəni uşaq artıq təhsil almağına şərait yaradılır. Panduslar və s. onlar üçün istifadə olunur. Və burada da müəssisə rəhbəri nə edir? Deyir ki, biz uşağın əlilliyi aradan qaldıra bilmərik, amma onun təhsil alması üçün bağçada hər bir şərait yaradacaq da, yəni maneə yoxdur. Yəni təhsil ala bilər. Bu sosial yanaşmadır, sosial modeldir. Doğru cavab olacaq 14-də D. 15. Bağçanın həyətyanı sahəsində gülləri sulamaq üçün iki uşaq birgə çalışır. Biri su qabını doldurur, digəri isə güllərə tökür həmin suları. Bu situasiya hansı iş formasına uyğundur? Təbii ki, iki uşaq bir yerdə çalışırsa bu cütlərlə işdir. Doğru cavab olacaq B. 16. Refleksiv sual və rəyin oxşar cəhəti hansıdır? Hər ikisi dəyərləndirir. Özünün dəyərləndirmədir. Yəni rəy də uşağın özünü dəyərləndirir. Refleksiv sual da uşaq özünü dəyərləndirir. Yəni hər ikisində əsasən uşaq baxın özünü dəyərləndirir. Özünü dəyərləndirdiyi üçün doğru cavab olacaq Y variantı. Müəllim uşağın gördüyü işə dair birbaşa mövqe bildirir və istiqamət verir. Bu rəydir. Açıq sonlu sual formasında olur. Bu refleksiv sualdır. Uşağı yalnız öz fəaliyyətini dərk etməsinə fokuslanır və mühakimə olunmur. Bu rəydir. Müəllim uşağın fəaliyyətini obyektiv və konstruktiv. Bu da rəydir. Doğru cavab olacaq Y variantı 16-da. 17. Uşaqlarda fərdi ehtiyaclarına uyğun təhsil metodlarının tətbiqi bu diferensial təhsildir. Yəni diferensial təhsildə uşaqların fərdi ehtiyacları müəyyən olunur. Diferensial təhsildir. Doğru cavab olacaq A variantı. 18. Uşaqların fasiləsiz gümrahlıq müddəti nə qədərdir? Ümumiyyətlə, deməli, uşaqların yuxu rejimi 12 saat yarımdır. 3-6 yaşlardır əsasən. Gəzintinin müddəti daha çox 4-5 saatdır. Gümrahlıq müddəti isə uşaqların tezdəndən təxmini günortaya qədərdir. 5 saat yarım 6 saat. Təxmini uşağın gümrahlıq müddəti var. Ona görə də uşağın gümrahlıq müddəti 5 saat yarım 6 saatdır. Doğru cavab D-dir. Deməli, yuxu 12 yarımdır, gəzinti 4 yarımdır. Gümrahlıq müddəti isə 5 yarım 6 saat. Yəni belə olur. Doğru cavab olacaq 18-də D variantı. Siz də belə sualları yazmaq istəyirsinizsə, bizim WhatsApp qruplarımız var. Həm sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün, həm də miqçilər üçün qruplarımız var. Ora qoşulub bu testlərdən yararlana bilərsiniz. Sağ olun.